Salam dəyərli abituriyentlər, müdavimlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Slavyanların Azərbaycana yürüşləridir. Slavyanlar Azərbaycana uzun müddət qarətçi yürüşlər etmişlər. Ümumiyyətlə, Slavyanlar haqqında, Ruslar haqqında biraz məlumat verək. Ərəb mənbələrində Kiyev knyazının hərbi drujinasının üzvlərini ruslar adlandırırdılar. Ruslar. Bu ruslar, yəni Slavyanlar Don-Xəzər yolu ilə ticarət edirdilər Ərəbistanın mərkəzi ilə, yəni xilafətin mərkəzi ilə ticarət edirlər. Əvvəllər bu formada davam edirdi. Sonralar İlk hücumları başladı Azərbaycana. 9-cu əsrin sonlarından ilk hücumları başladı. Qarətçi məqsəd daşıyırdı, qarət. Aramsız hal aldı bu hücumlar 10-cu əsrin əvvəllərindən. Deməli, başladı 9-cu əsrin sonlarından, aramsız hal aldı 10-cu əsrin əvvəllərindən. Bunu yadda saxlayın diqqətlə. Bu zaman İlk vaxtlarda Azərbaycanın Şirvanşahlar dövləti və Sacilər dövləti bu basqınlara məruz qalırdı. Səbəbi nə idi? Niyə biz Slavyanların hücumlarına belə məruz qalırdıq və müqavimət göstərə bilmirdik, yaxşı müqavimət göstərə bilmirdik? Səbəb nə idi? Birincisi, donanma yox idi. Çünki ilk dəfə Xəzər dənizindən Azərbaycan ərazisinə hücumu Slavyanlar ediblər. Donanma yox idi. Çəkişmələr var idi. Şirvanşahlarda da, Sacilərdə də. Vahid dövlət də yox idi. Yəni düzdür, deyirsiniz ki, Sacilər vahid dövlət halında birləşdirmişdi, amma son dönəmləri bilirsiniz. Deməli, çəkişməli dönəmlərdir. 909-cu ildə Slavyanlar Xəzərdən hücuma keçib Abaskun adasını işğal etdilər, qarət etdilər. Lakin yerli əhali onları geri qova bildi. Yəni, bunu qeyd edin özünüzdə yerli əhali tərəfindən Slavyanların məğlub edilməsi. Sonra 910-cu ildə təkrar gəldilər. Sarı adasını qarət etdilər. 909-da Abaskunu, 910-da Sarı adasını qarət etdilər. Buradan da Gilana hücum etdilər, amma orada məğlub oldular. Geri dönəndə, yəni şimala çəkilmişdilər də, geri dönəndə Şirvanşahların qüvvələri tərəfindən də məğlub edildilər. Yenə getdilər. Üstündən 4 il keçdi. 914-cü ildə yenidən gəldilər Slavyanlar, amma bu dəfə fərqli. Fərq nə idi? Nizami formada donanma ilə gəlmişdilər. Məlumatlara görə 500 gəmi ilə, 500 əskər olan 100 gəmi ilə gəlmişdilər, belə deyirlər. Yəni, bizdə məlumat belədir kitabda. Donanma ilə gəldilər. Deməli, bu zaman nə elədilər? Xəzər xaqanından icazə aldılar ki, biz hücum eləyirik bu ərazilərə, qənimət götürəcəyik və qənimətin yarısını Xəzər xaqanı sənə verəcəyik. Bu şərtlə Xəzər xaqanı onlara icazə verdi və onlar gəldilər Azərbaycan torpaqlarına. Abşeron yarımadasını qarət etdilər. Qənimətlərini topladılar, əsirlərini aldılar və geri döndülər. Qayıtdılar Xəzər xaqanlığının ərazisinə. Qayıdarkən Xəzər xaqanlığının yerli əhalisi, Bulqarlar, Burtaslar, Xarəzm türkləri öyrəndilər ki, bunlar gəlib elə türkləri bizlə eyni olanları qarət ediblər və onları əsir alıblar, qənimətlərini alıb gətiriblər. Bu zaman, bu məlumatdan sonra Bulqarlar, Burtaslar və Xarəzm türkləri onları məğlub etdilər, Slavyanları. Əsirləri azad etdilər, qənimətləri deməli azad etdilər. 944-cü ildə, yəni 30 il sonra yenə gəldilər. Amma bu dəfə məqsəd fərqli idi. Hədəf Bərdə şəhəri idi. Biz buna Bərdə faciəsi deyirik. Bərdə şəhərini ələ keçirməyi planlaşdırmışdılar və burada möhkəmlənməyi planlaşdırmışlar, dəyərli yoldaşlar. 914-cü il yürüşünün öncəkilərdən fərqi nizami donanma ilə gəlmələri
944-cü il yürüşünün öncəkilərdən fərqi isə möhkəmlənmək idi, dəyərli yoldaşlar. Deməli, Bərdə yaxınlığında, bunlar kürlə hərəkət elədilər, Bərdə yaxınlığında sahilə çıxdılar, bura Mübarəki deyilir bu yerə, Mübarəki. Bu ərazidən Bərdə şəhərinə hücum etdilər. Bu zaman Bərdədə kim var idi? Salarilərin Bərdə hakimi, Salarilər dövləti mövcud idi və Bərdə hakimi Bərdəyə nəzarət edirdi. Amma qoşunu sayı az idi, yəni qüvvəsi o qədər deyildi ki, müqavimət göstərsin və müqavimət də göstərə bilmədi Slavyanlara. Slavyanları Bərdəni tutdular, əhalini qılıncdan keçirdilər. 20 dirhəmdən adam başı pul tələb elədi. Hətta belə bir informasiya var ki, əhalinin bir hissəsini məscidə toplamışdılar və onlardan 20 dirhəm tələb edirdilər ki, sağ qalmaq istəyirsən 20 dirhəmdir. Verə bilməyənləri də öldürürdülər. Yəni, Rus vəhşiliyi Azərbaycan tarixində daima olub. Haşiyə çıxmaq istəyirəm. Mən anlaya bilmirəm ki, hələ də müasir dövrdür, bu qədər araşdırma mümkündür, internet var. Kifayət qədər biz araşdırma eləyə bilərik öz tariximiz barədə. Rusların, Azərbaycanlıların, həmvətənlərimizin başına gətirdiyi bu qədər oyunları bilə-bilə necə olur ki, hələ də ruspərəslər var. Nəysə, mövzumuza davam edirik. Bu zaman Mərzban ibn Məhəmməd hökmranlıq eləyirdi Salarilər dövlətində. Yəni, Salarilərin başçısı, dövlətin başçısı Mərzban ibn Məhəmməd idi. O, bu məlumatdan sonra 30 minlik qoşunla Bərdəyə doğru hərəkət eləməyə başladı. Amma Slavyanları oradan qova bilmədi. Səbəb nə idi? Mosul hakimi hakimiyyət üçün təhlükə yaratmışdı. Yəni, paytaxtı ələ keçirə bilərdi. Ona görə Mərzban ibn Məhəmməd geri dönməli oldu, Səlmas'a doğru çəkilməli oldu. Dəyərli yoldaşlar, Slavyanlar Bərdədə 945-ci ilə qədər qaldılar, yəni bir il qaldılar. Amma 945-də Bərdəni tərk elədilər. Nəyə görə tərk elədilər? Əhali ciddi müqavimət göstərirdi və əskərlər arasında yoluxucu xəstəlik yayılmağa başlamışdı. Bu təhlükəyə görə onlar geri qayıtdılar. Lakin Bərdə artıq bərdəliyini itirmişdi, dəyərli yoldaşlar. Orta əsrlərin, Aranın anası adlanan bu nəhəng, bu gözəl, inkişaf etmiş Bərdə şəhəri tənəzzül etdi. Pul kəsimi dayandırıldı. Bərdənin bazarı əhəmiyyətini itirdi, dəyərli yoldaşlar. Bundan sonra Gəncənin ticarət və mədəniyyət mərkəzinə çevrilməsi Bərdəni artıq ikinci planda saxlamışdı. Yəni, Bərdə üçün hər hansı bir addım atılmadı ki, o dirçəlsin. Nizami Gəncəvi İskəndərnamə poemasında Bərdə faciəsi haqqında məlumat verir. Slavyanlar 987-ci ildə yenə gəldilər. Əl çəkmirlər də, bunlar bizim vətənimizdən. Bu dəfə necə gəldilər? Dərbənd hakiminə qarşı yerli feodallar, yerli əyanlar deməli Bərdə hakiminə qarşı gəlirdi. Bərdə hakimi yerli əyanlara qarşı bir güc lazım idi ona, Slavyanları dəvət elədi. Deməli və onlar gəldilər, hətta Bərdədə öz Drujina üzvlərinin də bəzilərini saxladılar ki, Bərdə hakiminin mühafizəsi üçün. 1030-cu ildə yenə gəldilər, Şirvana hücum etdilər. Şirvanşahlara çoxlu Şirvanlı həlak olmuşdu burada. Deməli, bu zaman Şirvanşahlar dövlətinin başçısı Kəsranilər sülaləsinin deməli birinci nümayəndəsi, birinci Mənüçöhür nə etdi? Gördü ki, onlar Araza doğru gəlirlər. Arazda deməli bənd düzəltdi, və o bənd vasitəsilə onların qarşısını kəsə bildi. Amma bu zaman mövcud olan Şəddadilər dövlətinin hökmdarı Musa ibn Fəzl gördü ki, Slavyanlar buradadır və eyni vaxtda Beyləqanda Musa ibn Fəzlin qardaşı qiyam qaldırmışdı. Qardaşına qarşı Slavyanlardan istifadə etdi və onları Beyləqana yönəltdi. Slavyanlar Beyləqanı qarət etdilər və hədiyyələrini də aldılar Musa ibn Fəzldən. Bizans yolu ilə geri qayıtdılar. 1032-ci ildə yenə gəldilər.
Bu zaman Slavyanların yanında Alanlar var idi, Sərirlər var idi. Sərirlər Dağıstanda xalqdır. Bu zamanda hədəf Şirvan, yəni Şirvanı tutmaq, qarət etmək hədəfdə idi. Gəldilər, Şamaxını tutdular. 10.000 insan öldürdülər burada. 10.000 insan. Yadda saxlayın bunları. Nəhayət Dərbənd hakimi yerli əhali ilə birləşdi və Slavyanları buradan qovdu. 1033-cü ildə yenə gəldilər. Slavyanlar Dərbənd hakimi axı bir il əvvəl onları qovmuşdu. Dərbənd hakimindən qisas almaq üçün gəldilər və deməli Alanlarla bir yerdə gəldilər, dəyərli yoldaşlar. Bu dəfə Sərirlər yox idi, Alanlarla bir yerdə gəldilər. Yenə məğlub oldular, geri dönmək məcburiyyətində qaldılar. 1075-ci ildə bir də gəldilər. Bu zaman 1-ci Aksitan və 1-ci Aksitanın o dövrdə müttəfiqi olan Gürcü hakimi 3-cü Georgi birləşdilər, Slavyanları buradan qovdular. Əhali 909, deməli 1032, hər ikisində də yerli əhali Slavyanların qovulmasında iştirak edib. Dəyərli yoldaşlar, Slavyanların Azərbaycana basqınları haqqında bu qədər. İzləmədə qalın, davam edirik.